Hüseyin bəy, pul həyatınızı nə qədər dəyişdirdi? Bilirsiniz, pulla xoşbəxtlik olmur. Həqiqətən. Yəni pul gələr, gedər bir şeydir. Yəni mən pulla xoşbəxtliyə inanmıram. Bu qədər pul sizin həyatınızda nəyi dəyişib? Yəni pul mənim həyatımda bir çox şeyi dəyişdirmiş ola bilər, amma mən pulla xoşbəxt olduğumu düşünmürəm. Hüseyin bəy, bəs özünüzü pis hiss eləyəndə daha çox nə edirsiniz? Haralara gedirsiniz? Özümü pis hiss eləyəndə çox vaxt dəniz kənarında gəzməyi çox sevirəm. Dəniz kənarı deyəndə bulvar nəzərdə tutursunuz? Yox. Məsəl üçün burdayamsa bilet alıram, Miamiyə gedirəm, Miamidə dəniz kənarında gəzirəm ya da Antalyaya gedirəm, Antalyada gəzirəm dəniz kənarında. Bəs siz ümumiyyətlə özünüzü pis hiss eləyəndə nə edirsiniz? Mən də pulsuz hava almağı çox sevirəm. Məsəl üçün Balaxanda yaşayıram. Özümü pis hiss eləyəndə parka düşüb hava alıram. Ora haradır? Hansısa bir ölkə, şəhər filandır ya, necə? Yox, bu Balaxan tərəf. Biz orada yaşayırıq ona görə. Aydındır. Yenə də pulla xoşbəxtlik olmur.